Bir nəfər bütöv bir batalyona qarşı 5 gün tək başına vuruşa bilərmi? 1992-ci ilin mart ayı Ağdam istiqamətindəki strateji Alban kilsəsində bütün döyüş yoldaşları həlak olan 21 yaşlı Natiq Qasımov mövqeyi tərk etmir. Düşmən içəridə bütöv bir batalyonun olduğunu zənn edir. Amma kilsədə yalnız bir nəfər var idi. Ac, susuz və tək başına. 5 gün boyunca Natiqi təslim edə bilməyən düşmən dəhşətli bir addım atır. Onu əsir götürdükləri 20-dən çox Xocalı sakininin güllələnəcəyi ilə hədələyirlər. Natiq öz həyatını yox, sakinlərin həyatını seçir. Son patronlarını havaya atır və kilsədəki bayrağımızı sinəsinə sıxaraq düşmənə vermir. İtalyan fotomüxbirin lentə aldığı bu kadr SSR-nin ən məşhur jurnalında çap olundu. İki saqqallı erməni arasında əlində 3 rəngli bayraqla məğrurcasına addımlayan bu gənc əyilməzliyin və vətən sevgisinin canlı rəmzinə çevrildi. Natiq Qasımovun sonrakı həyatı barədə dəqiq bir məlumat yoxdur. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, erməni tərəfi bu günədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir. Müəmmar Qəddafi, o kim idi? Səhradan hakimiyyətə, oradan da kanalizasiyaya uzanan bu qanlı dosyenin bütün qaranlıq məqamları və dəhşətli təfərrüatları artıq Cinayət Dosyası YouTube kanalında yayımdadır. Tam videonu izləmək üçün YouTube kanalımıza keçid edin.